Xoş gördük dəyərli Sinema Sport izləyiciləri. Bu dəfəki buraxılışda inamın, səbrin və bir atanın inadının tenis tarixini necə dəyişdirdiyinə baxacağıq. Çünki bəzən çempionlar kortda deyil, evdə formalaşır. Və bu yol təkcə məşqlərdən deyil, ailə inamından da keçir. Sinema Sportda bugün Kral Richard filmi ilə tenisin pərdə arxasına keçirik. Tell me your names again. I'm Venus. I'm Serena. So what'd you think? Kral Richard'ın hekayəsi parlaq kortların hekayəsi kimi başlamır. Bu hekayənin start nöqtəsi Compton'un tozlu küçələri və məhdud imkanların sərt reallığıdır. Burada idmanı sadəcə seçim yox, daha yaxşı həyata çıxış yolu kimi də qiymətləndirirlər. Richard Williams'ın planı isə daha əlahidədir. O, sistemin kənarından sistem qurmağa çalışır. Hesab edirəm ki, bu film əslində uğura aparan yolun bir formuludur. Məqsədə doğru aparan yolun bir formuludur. Ailə yenə burada balanslı şəkildə məhz idmanla eyni səviyyədədir. Baxın, təbii ki, burada ailə məsələləri var, ailə münasibətləri var. Atanın xüsusi olaraq öz qızlarının həyatı barədə düşünməsi və bu ənənəvi mövzulardır, yəni atalar və övladlar problemidir. Burada təqdim edilən ailə mövzusu əslində mənim üçün o qızların tenislə məşğul olmasının ekvivalentidir. 2021-ci ildə ekranlara çıxan Kral Richard filmi rejissor Reynaldo Marcus Green'in imzasını daşıyır. Hollywood istehsalı olan bu film bioqrafik idman dramıdır. Filmin ssenarisi Zak Beylinə məxsusdur və bu iş onun böyük kinodakı debütü olmaqla yanaşı ən yaxşı orijinal ssenari nominasiyası üzrə Oscar mükafatına layiq görülüb. Film tenis tarixinin əfsanələri, Venus və Serena Williams bacılarının müvəffəqiyyətə gedən yolunu izah etsə də, hekayənin mərkəzində başqa fiqur dayanır. Onların atası Richard Williams, övladlarının gələcəyini illər əvvəl kağız üzərində planlayan, sistemə meydan oxuyan və başqalarının bu mümkün deyil fikirlərinə önəm verməyən bir ata. Filmdə Richard Williams rolunu Will Smith canlandırır və bu obrazdan karyerasında ilk dəfə ən yaxşı kişi aktyor nominasiyası üzrə Oscar mükafatını qazanır. Kral Richard filmi ilk baxışda bizə idmanda uğur təəssüratı bağışlasa da, əslində bu film daha çox ailə daxili münasibətlər, strukturlaşmış məqsəd və sosial maneələrə qarşı davamlılıq haqqında olan bir filmdir. Film bizə bunu göstərir ki, əslində idmandakı uğur son nöqtədir. Əsas olan isə bu yolda ailə daxili münasibətlərin necə olmasıdır və ailədə ümumi psixoloji mühitin necə planlanmasıdır. Venus Williams obrazını Sanaya Sidney, Serena Williams obrazını isə Demi Singleton canlandırır. Maraqlı məqamlardan biri də budur ki, Venus və Serena Williams filmdə icraçı prodüser kimi yer alıblar. Onlar bu statusu yalnız filmi izlədikdən və hekayənin dürüst şəkildə təqdim olunduğuna əmin olduqdan sonra qəbul ediblər. Düşünürəm ki, bu cür yanaşma həm oyunçunu inkişaf elətdirə bilər, həm də ki, onun uşaqlığını əlindən ala bilər. Bugün tenis dünyasında valideynlər uşaqlara çox peşəkarcasına yanaşır, onlara böyük investisiyalar qoyulur. Yəni, bu təkcə bir planla yaxud bir layihə kimi yanaşma ilə bu səviyyəyə gəlib çatmaq mümkün deyil. Richard qızlarına ola bilsin ki, təzyiq göstərirdi, lakin o həmişə qızlara deyirdi ki, əgər siz korta çıxırsınızsa, bunu zövqlə eləməlisiniz, yəni bu oyundan zövq almalısınız. Richard'ın ən mübahisəli qərarlarından biri də tələsməməkdir. O, hər fürsəti dərhal imkan kimi qiymətləndirmir. Bəzən geri çəkilib daha güclü qayıtmağı seçir. Bu idmanda nadir yanaşmadır. Çox insan erkən parıltını uğur saysa da Richard üçün vacib olan davamlılıqdır. Onun yanaşmasına görə böyük səhnələrə çıxmazdan öncə baş verəcəklərə psixoloji cəhətdən hazır olmaq lazımdır. Williams ailəsi bildiyiniz kimi əslində heç də avantajlı bir mühitdə deyildilər. Əksinə onlar üçün hər şey çox dezavantajlı idi və buna baxmayaraq ailə öz fəaliyyətlərini göstərmələri üçün, öz qızlarına dəstək olmaları üçün əlindən gələn imkanları yaratmağa çalışır. Ailə modelində
münasibətlər və övladların öz gələcəklərini seçməsi əslində burada bu da bir növ düstur kimi təqdim olunur. Yəni övladlar öz gələcəklərini seçmək üçün hansı tutaq ki, mərhələlərdən keçməlidir. Bəzi valideynlər buna həddindən artıq tutaq ki, qısqanc yanaşır, öz fikirlərini çalışırlar. Burada əslində biraz fərqlidir. Burada ata istəyir ki, onun qızları inkişaf etsin, məşğul olsun, amma özünün çərçivələrində. Məşq prosesində hər bir məşqçinin olduğu kimi nəyisə məhdudlaşdırmaq, yaxud da ki, ümumiyyətlə elə olur ki, kortdan da kənarlaşdıra bilərəm ki, geçsin, otursun, düşünsün səhvləri barəsində. Arada biraz sərt də olmaq lazımdır və eyni anda sevgi və inamını da göstərməlisən ki, uşaq hiss eləsin, sırf həmişə ancaq sərt üzərinə təzyiqlə getmək olmaz. Bu balansı qorumaq çalışmaq lazımdır və bu da məşqçilikdə ən çətin məsələlərdən biridir hətta deyərdim. Bəzən böyük potensiala malik idmançıları zədələrdən çox gözləntilər məhv edir. Richard qızlarını qorumağa çalışır, amma eyni anda onlardan böyük nəticə də gözləyir. Film məhz bu incə xətti göstərir və sual qoyur ki, dəstək nə vaxt motivasiyadır, nə vaxt təzyiqə çevrilir. Bu hekayədə kortdan kənar emosional dayanıqlılıq kortdakı texnikadan az əhəmiyyətli deyil. Bütün bunların fonunda filmin ən həssas qatı ailə içində psixoloji tarazlıq və böyüməyin qiymətidir. Psixoloji baxımdan yanaşdıqda isə burada əsas təhlükə ondan ibarətdir ki, uşağın istəkləri planın kölgəsində qala bilər və bu da əslində uşağın gələcək həyatı üçün çox təhlükəli ola bilər. İstək və nəzarət arasındakı sərhəd əslində uşağın seçim edə bildiyi yerdə başlayır. Əgər uşaq planda hər hansı bir dəyişiklik etmək üçün seçim haqqına sahibdirsə, müəyyən dəyişikliklər edə bilirsə, bu heç də təzyiq deyil. Əksinə, plan dəyişilməz qalarsa və uşağın burada heç bir dəyişiklik etmək haqqı yoxdursa, bu zaman bu proses daha çox təzyiqə çevrilir. Valideynlər çox vaxt öz övladlarının gələcəyini müəyyənləşdirməklə əslində onların özlərinin müqəddəratını həll etmək hüquqlarını tanımırlar. Bu çox əslində təhlükəli bir tendensiyadır. Bir disiplin əldə eləmək üçün məşqçilər bəzən oyunçulara təzyiq göstərirlər. Bu normaldır, lakin bunun bir dozası olmalıdır. Düşünürəm ki, orada bir incə xətt var. Əgər o incə xətti keçdinsə, uşaqlarda motivasiya yox, tam tərsi demotivasiya yarana bilər, uşaqlar həvəsdən düşə bilər. Bunu balanslı şəkildə elədikdə həm məşqçi, həm oyunçu arasında xoş münasibət yaranar, həm də ki, uğura daha sürətlə addımlaya bilərik. Hər bir idmançıya fərqlidir və fərqli yanaşma tələb edir. Bir idmançını qabağa çəkib, o birisini itirmək olmaz. Emosiyaları kənara qoyub, oturub analiz edib, nəyin üzərində işləməli olduğunu ortaya çıxartmaq və bunları düşünmədən irəliləmək. Richard'ın ən diqqət çəkən tərəfi nəzarət məsələsinə münasibətidir. O, məşqi təsadüflərə buraxmır, müddətə, təkrarlamaya, qaydalara və intizama xüsusi diqqət göstərir. Film burada bir sual qoyur. Potensial öz-özünə parlayır, yoxsa gündəlik təkrarların içində formalaşır? Filmdə buna həsr olunan səhnələrdə tenis texnikası ilə yanaşı ailə intizamını da görürük. Əlbəttə ki, hər bir idmançının valideyni və məşqçisi ona karyerasının bir məqamında təzyiq göstərir. Ola bilsin ki, uşaqlıqda bəzən sən bunu ciddi qəbul eləmirsən, amma sənin bir rutinin var və disiplinli şəkildə hər gün məşqlərə getməlisən. Bir gün yoruldun, getmək istəmirəm və s. olanda artıq
valideynlər yaxud məşqçi sənə təzyiq göstərir ki, yol belə olmalı deyil, hava pis də olsa gəlməlisən məşqlərə. Onda sən küsürsən, bəzən incirsən, amma günün sonunda başa düşürsən ki, bunlar hamısı sənin yaxşılığın üçündür. Əgər ortada heç bir fiziki təzyiq yoxdursa, bunlar hamısı dözülə biləndir və hamısı oyunçunu gücləndirir. Hamısının bir məqsədi var. Ortaq məqsəd çempion olmaqdır, ortaq məqsəd ən yaxşısı olmaqdır və bu idman növündə özümüzü inkişaf elətdirməkdir. Məşqçi və valideyn arasındakı münasibət uzun müddətli səbir və onu da qeyd eləmək istərdim ki, uğura nail olmaqda sadəcə nəticəyə fokuslanmaq yox, prosesin özü də vacibdir. Erkən yaşda böyük səhnələr əslində travmatik ola bilər və Richard buna çox üstünlük verirdi və bu mövzuda qızlarını bu cür travmalardan qorumağa çalışırdı. Biz hər iki qarşıdurmanı bir insanın içində görürük, faktiki olaraq. Çünki düzdür, o qızlar atalarına qarşı çıxırlar, hansı ki atalarına razılaşmırlar. Amma axı o prinsip bir nəfərin üzərində qurulub. Filmin əsas yükü, əsas mahiyyəti Richard'ın üzərindədir. Bilirsiniz, onun üstündə qurulub. O xanımların mücadiləsi, onların mütəmadi olaraq məşq etməsi, yarışlarda uğur qazanması filan motivasiyalar, həm də burada xüsusi bir məqam var. Film həm də motivasiya haqqında ən yaxşı filmdir. Film motivasiya haqqında dərdir. Məqsədə doğru getmək özü motivasiyadır. Bu filmdə rəqibi yalnız turnirlərdəki oyunçular kimi nəzərdən keçirmək lazım deyil. Rəqib həm də aşağı təbəqələrdən olan insanlar üçün qapıları bağlayan sistemdir. Richard'ın mübarizəsi tennis dünyasına girməklə yanaşı, həm də orada öz şərtlərini qəbul etdirməkdir. Və burada ən maraqlısı odur ki, film bu mübarizəni romantik nağıl kimi yox, kəskin reallıq kimi göstərir. Həmin qarşıdurma anları sistemlə mübarizə, kompromis və prinsipin toqquşmasıdır. Psixologiyada bu yanaşmaya ekosistem yanaşması deyilir ki, bu sistemin tərkibi bir çox komponentlərdən ibarətdir ki, bunlara əsas olan fərdi bacarıqlar, ailə yanaşması, sosial mühit və sistem aiddir. Bu komponentlərdən hər hansı biri əksik olduqda, o zaman şəxsin üzərinə çox böyük yük düşmüş olur. Bu filmdə həm də müəyyən qədər o stereotiplər ki var Amerika cəmiyyətində, həmin o stereotiplər sındırılır. Və burada da əslində problem ağlar və qaralar problemi deyil. Problem artıq şuurlarda 10 illiklər boyu formalaşmış seçim haqqı, seçim var. Bugün heç kəs o qadağanı qoymur ki, ancaq tutaq ki, ağlar məşğul olmalıdır tennislə, yaxud da ki, nə bilim, digər idman növləri ilə. Orada heç kim o qadağanı qoymur. Filmi izləyəndə bir tennisçi kimi ən çox diqqətimi elə məhz bu məqam çəkdi ki, bu aktyorlar, aktrisalar çox yaxşı şəkildə tennisin texnikasını təsvir eləmişlər. İstər servis atışları olsun, istər volley, istər baseline oyunu, ayaq hərəkətləri və s. Ən çox diqqətimi Venüsün old school backhand-i çəkdi. Həqiqətən də olduğu kimi təsvir olunmuşdu. Ondan əlavə mühit də çox real həyata əks elətdirirdi. Məsəl üçün, gənclər arasındakı o yarışda valideynlərin münasibəti, uşaqların bir-biri ilə göstərdiyi davranışlar və s. hamısı həqiqətən də real həyata əks elətdirirdi. Ayaq hərəkətləri, footwork, texnikaları, zərbələri, xüsusilə psixoloji gərginlik çox düzgün ötürülmüşdür. Bu da tennisin ayrılmaz bir əsas hissəsidir. Hiss olunurdu ki, film üzərindən peşəkar məsləhətçilər cəlb olunmuşdur. Mən hesab edirəm ki, bu bilavasitə ssenari, dramaturgiyanın texnikasına irəli gəlir. Çünki bilirsiniz, hər iki bacı seçilsəydi, bunun gəlin biz dramaturji xüsusiyyətinə baxaq, hər iki bacı seçilsəydi, hadisələrin inkişaf tempo ritmi biz bugün ekranda gördüyümüz həmin o tempo ritm olmayacaqdı. Ssenarinin özündə bəzən müəllif bilə-bilə qəzalar törədir. Və tamaşaçıda suspense yaranır, yəni demək gözləmə yaranır, o gözləmə hissi yaranır və ki Serena necə olacaq?
Amerika Kino Tənqidçilər Assosiasiyası hesab bildirmişdi ki, bu film deməli ailə haqqında ən yaxşı narrativdir. Niyə? Çünki ideya qeyd etdiyimiz forma ilə çox düzgün şəkildə özünü tapıb. Filmin istər kadrında, istər montaj həllində biz son dərəcə dinamik bir narrativ görürük. Yəni o bizi bizim informasiya qəbul etmək tələbimizi yubatmır. Ona görə mən hesab edirəm ki, bu filmdə təqdim edilən ailə modeli də əslində məqsədə doğru çatmaq demək, o prosesinin bir növ dilidir. Əgər bir idmançı həqiqətən də çempion olmaq istəyirsə, o bütün çətinliklərin öhdəsinə gəlməyə bacarmalıdır. Bəzi məqamlarda ola bilər ki, hansısa başqa digər bir oyuncuya diqqət daha çox ayrılır. Amma bu bir oyuncunu tərsinə möhkəmləndirməlidir, qabağa çıxmağa, daha da yaxşısı olmağa motivasiya eləməlidir. Serena Venüsdən geri qalırdı, düzdür. Amma bu hamısı Richard'ın bir planı idi. O, Serena'nın daha güclü bir xarakterə sahib olduğunu öncədən bunu hiss edirdi. Nəzərə alacağımız ən böyük risklərdən biri odur ki, özünə güvən sadəcə qazanılan uğurla bağlı olmaması lazımdır. Yəni, əgər qızlar uğur qazandıqları halda da, uğursuz olduqları oyunlarda belə onlara qarşı eyni cür münasibət göstərilməlidir. Richard'ın göstərdiyi təzyiqə bəlkə də hər bir uşaq da özə bilməzdi. Lakin Venüs və Serena həqiqətən möhkəm xarakteri ortaya qoyaraq bunun öhdəsindən gələ bilir. Onlar anlayırlar ki, nəyə görə ataları onlara bu cür təzyiq göstərir və onların böyük bir ali məqsədi var idi və bu məqsədə doğru addımlayırdılar. Hər biri, təkcə qızlar yox, onların bacıları, anaları, hər birisi onlar bir ailədən başqa bir komanda kimi işləyirlər. Yəni, sırf bu iki qız tenis ulduzu olsun deyə bir komanda kimi işləyirlər. Burada qələbə qızların öncədən müəyyən edilmiş o, necə deyim, məqsədlərinin tələbəsidir. Yəni, o məqsədlərə artıq çatırlar. Biri müqabilə bağlıdır, xarici bir tanınmış brendlə, digəri isə çox məşhurlaşır, yəni Amerika birinciliyinə çıxır. Bu nədən irəli gəlir? Yəni, bəzən valideynlərin fikirlərinin o axın var, onların əksinə gedib sən öz həyatını qura bilərsən. Film açıq şəkildə istedaddan daha çox izdihamlı və davamlılığa üstünlük verir. Əslində, Williams bacıları nə qədər qeyri-adi istedada malik olsalar da, film daha çox onların müntəzəm məşqlərini, günlük rutinlərini və öz işlərində bacarmaq üçün əziyyətlərini daha çox ön plana çəkir. Film məndə çox nostaljik təəssüratlar yaratdı. Çünki qızlar kiçik olanda onların məşq prosesi eyni ilə mənim məşq proseslərimə çox bənzəyirdi. Elə olurdu ki, bəzən kortlarda yerli olmurdu. Məcbur şəkildə biz başqa yerlərdə fiziki tapşırıqlar eləyirdik və hər bir zaman özümüzü tonusda saxlamağa çalışırdıq. Bundan əlavə demək istəyirəm ki, bu film məndə çox ilham yaratdı. Hər bir kiçik tenisə yeni başlayan qızların mütləq izləməli olduğu filmdir. Çünki bu film onlara motivasiya mənbəyi ola bilər. Nəticə etibarilə Kral Richard təkcə idman haqqında film deyil, bu inancla inadın, ata ambisiyası ilə valideyn məsuliyyətinin, eləcə də sistemə qarşı mübarizənin kino dilində güclü ifadəsidir. Beləliklə, bugün Kral Richard filminin fonunda həm böyük nailiyyət hekayəsinə, həm də tenis dünyasının görünməyən tərəflərinə nəzər saldıq. Və bir daha xatırladıq ki, müvəffəqiyyət təsadüfi deyil, o zəhmətin və əzmkarlığın kəsişdiyi nöqtədir. Növbəti hekayələrdə görüşənədək.